Ağdam rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə hərəkətdə olan Hyundai markalı avtomobil qarşıdan gələn Vaz 2106 markalı maşınla toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib. Bir nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Ölən şəxslərin hərbiçi olduqları bildirilir. Qəzada ölən şəxslərin adları məlum olub. Onlar Leytenant Mehdiyev Faiq Xanquloğlu, Çavuş Qəhrəmanov Saday Yaquboğlu, Çavuş Novruzov Ruslan Ramiloğlu, Abbasov İsmail Abdullaoğludur. FHŞ-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq adiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.